Erkən boşalma haqqında ümumi məlumatlar vermək istəyirəm ki, insanların biraz təsəvvürləri dəyişsin. Yəni çox adam erkən boşalmanın səbəblərini anlamır, başa düşmür. Ən əvvəla onu deyim ki, ən əsas. Yəni əgər şəxsdə bir həftə cinsi əlaqə olmursa, söhbət cavan adamdan gedir də, gənc adamdan gedir. Bunda erkən boşalma ola bilər. Yəni bu təbii bir şeydir, belə bir şeydir. Yəni bir müddət, bir həftə, 10 gün cinsi əlaqə olmursa, erkən boşalmanın olmağı təbiidir. Yəni bu xəstəlik sayılmır. Amma şəxs bir gündən bir, 2 gündən bir, 3 gündən bir cinsi əlaqədə olursa və burada yenə də erkən boşalma olursa, artıq bu problemdir. Və bu erkən boşalma da bu yenə bir xəstəlik deyil. Bu bir xəstəliyin əlamətidir. Bir neçə xəstəliyin əlamətidir. Və bu xəstəliklər hansıdır? Ümumi sizə burada sadalayacağım. Birincisi, ən çox yayılmış formalar. Bu, xroniki prostatitlə bağlı olan erkən boşalmadır. Burada nə baş verir? Prostat vəzi iltihablıdır. Prostat vəzin kanala çıxan yerində, sünnətin içinə gələn yerində də, yəni insanlara loğru dildə izah edirəm ki, insanlar başa düşsün. Orada toxum qabarcığı deyilən bir məməcik var orada, qabarcıq var. Yəni prostat vəzinin şirəsi, toxum, hamısı gəlib oradan püskürür kanalın içinə. Bax, həmən yerə qədər, prostatdan həmən yerə qədər iltihab olur. Ya şəxsdə infeksiya var, sidik yollarında iltihab var. Həmən yerdə iltihab olur, həssaslıq artır. Elə bir yara necə olur, məsələn? Adamın bir yeri yara olanda necə olur? Orada həssaslıq artır. Əl vuranda tez narahat edirsən. Niyə? Çünki yara olan yerdə, qıcıqlanan yerdə, iltihab olan yerdə bədən həssaslığı artırır. Çünki oranı qorumaq üçün. Bu bədənin, nətər deyərlər, bizdən asılı olmayan instinktiv xüsusiyyətidir. Harada problem varsa, orada həssaslıq artır. Ora balaca toxundun, narahat olursan. O həssaslıq artdığına görə də cinsi əlaqə zamanı o nahiyə toxum qabarcığı tez qıcıqlanır. Tez qıcıqlananda da erkən boşalma baş verir. Yəni bədən saxlaya bilmir onu. Və belə hallarda da süni şəkildə götürüb geciktirici qəbul eləmək düzgün deyil. Siz prosesi daha da ağırlaşdırırsınız. Yəni burada problem var. Problemi aradan qaldırmadan götürüb geciktirici qəbul eləyəndə siz oradakı problemi daha da ağırlaşdırırsınız. Başa düşdünüzmü? Bu ona bənzəyir ki, sizin xarab aparatınız var.